Dostlar, salam, hər vaxtınız xeyirli olsun. Bir dəqiqə. Dostlar, salam, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa yazın, görüntü, səs necədir? Nəsə, internetimdə problem var. Dünən axşamdan yaxşı işləmir, bilmirəm. İndi bu canlı yayım necə baş tutacaqdır? Səs, görüntü necədir dostlar? Zəhmət olmasa yazın. Dostlar, zəhmət olmasa salam olsun hər kəsə. Yeni gələnlərə salam olsun. Bəyənin, paylaşın dostlar. Zəhmət olmasa yazın görək səs, görüntü necədir? Çünki internetimdə problem var. Dünən axşamdan belədir, indi yox. Axşamınız xeyir qardaş, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Bəyənin, paylaşın dostlar. Zəhmət olmasa yazın görək səs, görüntü necədir? Hə, yazıblar, yaxşıdır, əladır. Dostlar, bəyənin, paylaşın, başlıqda qeyd eləmişəm. Dünyada baş verən prosesləri xalqımız izləməliyik, hamımız ağıllı olmalıyıq, oyanıq olmalıyıq. Çünki biz xalq olaraq bizim də bilirsiniz ki, başımızın bir bəlası olan, başımıza oyun açan, həyatımızı, talihimizi, arzularımızı, istəklərimizi puç eləyən bir alçaq, ləyaqətsiz bir ailə hakimiyyəti var, ailə rejimi var. Bunlardan xilas olmaq istəyirik. Bunu bir çox insanlar istəyir. Amma dostlar, istəyimizin dalınca da təbii ki, getməliyik, amma ağıllı olmalıyıq, ağıllı getməliyik. Elə eləməliyik ki, biz tora düşməyək. Elə eləməliyik ki, biz oyuna getməməliyik. Dünyada baş verən prosesləri görürsünüz, özünüz izləyirsiniz. Misal üçün, Amerikanın Venezuela'da gedib Maduro'nun həbsi ilə bağlı, düzdür, mən buna inanmıram. Bunlar hamısı oyundur, bunlar hamısı danışıqlı oyundur. Ola bilməz ki, oturuşmuş bir rejimin başında duran bir adamı gedib əlini qolunu sallayıb, götürüb onu göydən belə hoppanıb, götürüb gətirəsən Amerikaya. Yəni, heç bir təhlükəsizlik xidmətinin nə səsi çıxmır, nə bir iş görməyiblər, heç nə yox. Yəni, mən inanmıram buna. Çünki Maduro bilirsiniz ki, ölkənin içində ordu ilə gəzən adam idi. Yəni, diktatura rejimi idi, xalqına zülüm eləyirdi. Yəni, belə bir adamın ölkənin içərisində ordu ilə gəzirdi. Yəni, mümkün deyil. Yəni, buna qarşı nə qədər əməliyyat qurursan qur, istəyirsən belə bir neçə aylar öncə qurucudan başda qurmağa, istəyirsən bir neçə il öncə başda buna qarşı əməliyyat qurmağa. Ola bilməz ki, ölkənin başında duranı əlini qolunu sallayıb, Amerika gəlib oradan götürsün, aparsın, bunu biz həbs edirik. Bir nəfərin də səsi çıxmır. Nə ordudan, hətta bombalayırlar, dağıdırlar ora, bir neçə bomba atıblar, nə ediblər. Üstündən də gedib orada prezidentin iqamətgahında gedib onu götürürlər, əməlli boşlu belə açıq-aşkar. Sonra da bunu başlayırlar yaymağa. Bu mümkün deyil. Yəni, bu ola bilməz ki, bu diktatura rejiminin əgər həqiqətən də səmimi olaraq bu danışıqlı bir şey deyilsə, razılaşmış bir oyun deyilsə, həqiqətən də Amerika buna qarşı əməliyyat keçirdib, həqiqətən də bunu gedib səmimi həbs edib gətirmək istəyir və həbs edibdir. Doğrudan da buna belə inansaq, bunların məntiqi ilə yanaşsaq, ola bilməz ki, bunların gördüyü işdə bu əməliyyatdan bu Maduro rejiminin içərisində bir nəfərin xəbəri də olmasın. Yəni, adamı gəlib götürürlər, aparırlar, vertolyotla gəlirlər, orada göydə sallanırlar, 2 dəqiqədə götürürlər, arvadıyla bir yerdə çıxıb gedirlər.
Yəni ölkədə nə ordudan xəbər yox. Yəni ölkədə ölkəni bombalayırlar, bomba atırlar. Ölkənin ordusu buna cavab vermir. Çox maraqlı deyil. Yəni ola bilməz belə bir şey. Yəni əgər biz bu məntiqlə yanaşaq ki, həqiqətən də səmimi olaraq Amerika gedib bunu öz xalqına zülm elədiyi üçün, diktatura olduğu üçün, belə deyək də insanlara zülm elədiyi üçün bunu gedib həbs edib, ədalət məhkəməsinə çıxardacaq, məhkəmə qarşısında buna cavab verəcək Maduro. Buna görə həbs olunubdur. Yəni mümkün deyil ki, oturuşmuş bir rejimin başında duranı gedib Amerika həbs eləsin, gətirsin səmimi olaraq. Heç bir danışıq olmasın, heç bir razılıq olmadan, yəni mümkün deyil ki, oradan səs çıxmasın. Nə təhlükəsizlik xidməti, nə polisi, nə ordusu birindən də səs çıxmır. Birindən də. Elə bir sənlə danışıram, deyirəm ki, gəlib səni götürəcəm də yox. Yəni bütün komandada hamısı xəbər olsun ki, səsinizi çıxartmayın. Belə bir şey mümkün deyil. Bu konkret olaraq dostlar oyundur. Mən şəxsən öz fikrimi deyirəm, yəni apardığım hesablamaları deyirəm, mən izləyirəm vəziyyəti. Göstərişdürənlərimdə çıxıb bununla bağlı danışmaq istəyirdim. Həm internetində problem oldu, çıxa bilmədim. Həm də fikirləşdim, dedim, qoy biraz izləyək, prosesi görək nə baş verir. Adamlar bu günlər baxırsan ki, videolar paylaşırlar. Arvadı ilə Maduranı elə bir parkda gəzirlər. Elə bil ki, bunlar məhkəmə qarşısına çıxıb etdikləri cinayətin cavabını verməyəcəklər kimi. Yəni, elə bir əlini qolunu sallayıb belə gəzirlər. Yəni, Amerikanın xüsusi xidmət orqanları əməlli başlı belə, yəni, arvadı gülə. Yəni, biri çox belə, mümkün deyil də belə bir şeylər. Yəni, bu cinayətkardır. Bunu narkoticarətlə, silahla, yəni, bunu iddiam eləyirlər. Yəni, bu mümkün deyil ki, bu iddiamın qarşısında belə bir, nə bilim, gülərək videolar, elə bir parkda gəzirlər. Allah'ın da olsun. Mən burada dostlarla, tanışlarla gedib parkda elə gəzirəm mən. Gülə, yavaş-yavaş keçir, keyiflə, nə bilim, bayramca təbrik edirlər, yeni ilimizi təbrik edirlər. Bütün dünya səslənirlər ki, hamınızın yeni ilinizi təbrik edirlər. Başa düşürsünüz, yəni bunlar hamısı oyundur. Mən şəxsən inanmıram buna. Yəni Amerika güya, nə bilim, ədalət gətirəcək, güya Venezuela xalqını Maduro'dan xilas ediblər. Belə bir şey yoxdur. Bunlar hamısı oyundur, yalandır. Danışılmış, razılaşmış bir oyundur. Necə yəni, sən getginən ölkənin başındakını həbs elə gətir, yəni rejimdən, yəni orada ki, hələ bir Maduro'nu qoyuran bir kənara, Maduro'nu qoyuran bir kənara, ölkəyə bomba atır Amerika, bomba. Yəni ona qarşılıq, ordu qarşılıq vermir, yoxdur. Bir dənə də silah atmayıblar. Çox maraqlı bir şeydir. Yəni, necə olur ki bu? Necə olur ki? Yəni, bu qədər acizdirsə, zəifdirsə, o zaman bu necə diktatorluq eləyirdi? Necə bu hökm sürürdü? Necə bu xalqa zülm eləyirdi? Bunun belə gücü yox idsə, bunun belə təsir gücü yox idsə, xalqa necə zülm eləyirdi? Axı, var idi axı təsir gücü. Adam ordu ilə gəzirdi şəhərin içində, yəni Venezuela'nın içərisində ara gedirdi, ordu ilə gəzirdi. Sürü ilə yaltaqları, əli silahlıları, polisləri, ona qarşı siyasi olan insanları həbs eləməsi, öldürülməsi. Yəni, oyunlara baxırsan, eyni Əsad rejiminin oyunudur. Fikir versiniz, Bəşər Əsəddir. Əlini qolunu salladı, 7 heykəlləri aşırtdırıb süqtardı. Diktatura devrildi, yerinə gəldi yeni diktatura. Zamanında narkoticarətlə məşğul olmuş, terrorçu, bunu Amerika özü deyirdi. Terrorçu. Gətirdilər, nədir o? Əşərədir, məşərədir, nədir? Adda yadımdan çıxdı. Gətirdilər, onu qoydular oraya. Sonra da çağırdılar Amerikada, oturdurdular, başda dedilər ki, sən dövlətsən. Sən deyir, sən demokratiksən sən. Yəni, səni biz dövlət başçısı kimi tanıyırıq. Çox maraqlıdır, yəni. Siz, dostlar, indi bu verilişi aşmaqdan məqsədim nədir? Mövzumuz əslində bu deyil, mövzumuz özümüz olmalıyıq. Özümüz. Biz xalq olaraq ağıllı olmalıyıq, şuurlu olmalıyıq, baş verənlərdən nəticə çıxartmalıyıq, ağlımızı işlətməliyik. Baş verən proseslər bizə sübut edir ki, bizə nə Amerikanın, nə İngilisin, nə o birisinin, nə bu birisinin gətirdiyi prezidentlər bizə heç bir şey gətirə bilməz. Biz icazə verməməliyik ki, onların qurduğu sistemin əsarətində yaşayaq, köləliyinə çevirilək. Zülmünü çəkək. Qətiyyən buna imkan verməməliyik. Zaten var. Əliyev rejimi var, gözünüzün qabağındadır. Bu xalqın hakimiyyəti deyil ki.
Xalqın hakimiyyəti deyil. Qıraq güclərin hakimiyyətidir. İngilisin, İsrailin, Amerikanın, nə bilim Rusun, İranın caynaqlarının idarə elədiyi bir sistemdir. Bizim anamızı ağladırlar. Biz buna imkan verməməliyik. Xalq olaraq, millət olaraq əl-ələ verməliyik, təşkilatlanmalıyıq, bir güzə çevrilməliyik. Özümüz öz içimizdən özümüzə layiq kişi oğlu kişi prezidentimizi də seçməliyik, daxili işlər nazirimizi də seçməliyik. Bunu xalqa təqdim eləməliyik, komanda qurulmalıdır qardaş. Özümüzə yeni gözəl bir milli hakimiyyət qurmalıyıq. Bunu belə eləməliyik. Yoxsa biz oturaq gözləyək, Amerika nə bilim, görsən də bəziləri buna hətta sevinirlər, inanırlar hətta. Oyun oynayırlar, oyunlara inanırlar. Bəyənirlər, paylaşırlar ki, baxın, Amerika qudrətli dövlətdir, güclü dövlətdir. Maduranı getdi həbs elədi. Sabahlarım İlham Əliyev səni də gözləyir bu aqibət. Quqquluqu sabahlarım İlham Əliyevi uğradılar, apardılar. Nə olur ki, güya? Azərbaycanda nə dəyişəcək ki? Hə? Suriyada başında olanlar getdi, uğurlandı, həbs olundu və digər ölkələrdə də nə oldu ki? Demokratiya mı gəldi? İnsan dəyəri gəldi, milli hökumət quruldu mu? Yox. Yox. Niyə? Çünki sistem var. Sistem var, zəncirvarı bir-birinə bağlıdır. Ölkədə İlhamla Mehriban bizə təkcə zülm eləmir ki. İlham, Mehriban, onun komandası, onun DTX-ı, onun daxili işlər naziri, onun polisi, onun məmuru, onun deputatı, onun naziri. Bu sistematik bir məsələdir. Biz bu sistemi çökdürməliyik, bu sistemi məhv eləməliyik. Yoxsa Amerika, İngilisi, osu, busu görüntü olaraq hatta İlham Əliyevi öldürdülər, yerindən götürdülər, arvadı ilə uğurladılar. Nə olacaq ki, güya? Nə dəyişəcək ki? Sistem yerindədir. Sistem çökməmiş, sistemi dağıtmamış, sistemin kökünə çıxmamış. Bizim xilasımız yoxdur. Bizim xilasımız yoxdur, bunu hamı bilsin. Yəni, Azərbaycanı bu günə qoyan təkcə İlham Əliyev onun arvadı deyil. Gəlin, hesabı düzgün aparaq. Hamı paylaşır, İlham səni də bu aqibət gözləyir. Qardaşım, bu ölkə təkcə, bu ölkəni bu günə qoyan İlham deyil axı təkcə. Nədən siz yapışmışsınız bir İlhamla? Bu belə deyil axı. Maduranı bax, həbs elədilər, apardılar. Sistem yerindədir. Zülüm yerindədir. Zülüm sistemi yerindədir. Madur getdi, nə olacaq ki? Xalq ki, ağzına çıxacaq. Heç Amerikanın orada Maduranı həbs eləmək kimi bir fikir də yoxdur. Amerikanın orada neft maraqları var, pul maraqları var. Amerikanın vecinədir ki, orada Venezuela'da xalq necə yaşayacaq, yaxşı yaşayacaq. Vecinə də deyil. Nəyə ki o? Heç bir ölkənin. Heç bir ölkənin. Yəni bu tarix sübut edib. Amerika indiyə kimi heç bir ölkəyə nə demokratiya, nə ədalətin gəlməsi, insanların yaxşı yaşaması bunun üçün əlindən gələn eləməyib. İstənilən atdığı bir addımın günədir. Kökündə onun maraqları yatır, qutardı getdi. Sənin mənim yaxşı yaşamağım, ədalətli yaşamağım, müstəqil məhkəmənin olması deyil. Zaten ölkədə müstəqil məhkəmə olsa, ədalət olsa, haqq olsa, Amerika gəlib bizim neftimizi, qazımızı uğraya bilməyəcək. İngiliz gəlib bizim neftimizi, qazımızı uğraya bilməyəcək. Məsələ budur. Məsələ budur. Gəlin biz ağıllı olaq, şuurlu olaq. Boş xəyallarla yaşamayaq. Hətta ortalıqdakılar bilir. Baxırsan, verilişlər açırlar, canlı yayım eləyirlər, qısa videolar paylaşırlar. Baxırsan ki, belə sevincək aldı. Qardaş, nəyə sevinirsən ki? Azərbaycanda sistem dəyişilməsə, İlhamın getməsi heç nə dəyişməz. Heç nə dəyişməz. Çünki oturuşmuş bir cinayətkar, bir terrorçu, bir sistem var ölkədə Azərbaycanda. Sən bunu dəyişməlisən. Bunu dəyişməyincə, istəyirsən 70 dənə İlhamı gətir, götür. Bu iş nə dəyişməyəcək? Heç nə. İlham Əliyev bunu tək başına eləyə bilməz ki, qardaş. İlham Əliyev bunu arvadı ilə bir yerdə eləyə bilməz ki. Əmri verə bilər. Əmri yerinə yetirən var axı. Bir-birinə zəncirvari bağlı olan bir sistem var. Əmri yerinə yetirib, anamızı ağladan var. Gəlib sənin bu günlərim evindən uşağını aparıb, oğlunu aparıb öldürürlər. Qanını batırırlar. Bunu İlham Əliyev eləmir ki. Yol açır İlham Əliyev, o da yolu gedir. Yolu gedənlə yol açan İlham Əliyev eynidirlər. Eyni sistem. Hətta gözür bəzən deyirlər, molla rejimi. Girən molla rejiminin başındakını öldür, oğurla, devir işi dəyişməyəcək. Sistem yerindədir.
Zalim rejim yerindədir, bitti. Bəyəm, bu rejimin içərisində İlham Əliyev qədər zalim adam yoxdur. Cinayətkar adam yoxdur. Alçaq adam yoxdur. Hə? Və yaxud da başqasını tapıb gətirib onun yerinə qoya bilməzlər. Axı eləyə bilərlər axı. Biz xalq olaraq oyanıq olmalıyıq. Diri olmalıyıq və ağıllı olmalıyıq. Baş verən proseslərdən nəticə çıxartmalıyıq. Ağlımızı işlətməliyik. Boş xəyallara inanın, dalınca gedim. Ona sevinim, belə şey eləməyin. Vallah belə şey eləməyin, billah belə şey eləməyin. Mən nəyə görə bu dəfələrlə ortalıqdakilərin bir çoxuna qarşı çıxmışam. Biri çıxır deyir, nə bilim, dalımızda İsrail durur. O biri çıxır deyir, bizim nə bilim, dalımızda İngiliz durur. Bu biri çıxır deyir, dalımızda krallıq ailəsi var. Bunlar bizə hökumət quracaq. Yox, qardaşım. Yox. Azad olmaq istəyirsənsə, özün təşkilatlanarsan. Özün canını sipər eləsən, özün gücə çevriləsən, özün dünyaya bir güc təsiri qoyarsan ki, bəli, varam mən. Bir millət olaraq, bir xalq olaraq şərəfim də var, ağlım da var, cəsarətim də var, gücüm də var. Tutarıb getdi, yetişdirəsən, məcbur yetişdirəsən. Gözləməyəsən ki, İngilisin yetişdirdiyi sənin gəlib anan ağlatsın. Gözləməyəsən ki, Amerikanın yetişdirdiyi gəlib sənin anan ağlatsın. Gözləməyəsən onu. Çünki bunların yetişdirdiyi bu dünyada göz qabağındadır. Yəni, görmüsünüz də Suriya, Libya, nə bilim, İraq. Qardaş, Amerikada bu ölkələrə girdi, demokratiya adı altında. Nə gətirdi? Gəldi mi demokratiya? Gəldi mi qardaş? Yox. Gəlmədi. Çünki oyundur, maraqları üçün. Onlara maraqlı deyil. Orada demokratiya gəlsə İraqa, Libyaya demokratiya gəlsə, Suriyaya demokratiya gəlsə, Amerikanın oradan istədiyini ala bilməyəcək. İngiliz oradan istədiyini ala bilməyəcək. Məcbur səni ac qoyub sənin haqqına girməlidir. Bitti. Bitti. Sözlə düşəndə deyəcək, xalqdan get təşkilatdan, şərəfin namusun yoxdur, ağlın yoxdur. Get təşkilatdan özünə hakimiyyət qur. Sözlə düşəndə belə deyirlər. Düzdə deyirlər. Düzdə deyirlər. Ağlım var, şuurum var, şərəfim var, cəsarətim var, xalq olaraq, millət olaraq təşkilatla əl-ələ bir gücə çevril. Mən də İngiliz olaraq, nə bilim, İsrail olaraq, Amerika olaraq, İran, Rus, Türk olaraq səninlə gəlib salam mələküm eləyim. Deyim ki, bu kişilər güclüdürlər. Bu millət kişi millətidir. Bu millət cəsarətli millətdir, ağıllı millətdir. Dostlar, yadınızda saxlayın, İngiliz, nə bilim, Qərbi, Amerikası və digər ölkələri heç vaxtı təşkilatlanan, gücə çevrilən xalqa qarşı dirəniş göstərmir. Ağıllı adamlarla heç vaxt savaşmırlar onlar. Əksinə onlarla danışığa gedirlər. Onlarla bir yerdə dururlar. Onlara dəstək verirlər. Bəli. Amma sən gedib onlardan dəstək istəsən, onlara desən ki, mənə dəstək ver, biz təşkilatlanaq, onlar qabağına şərt qoyacaq. Deyəcək, buyur, bu şərtlər. Demirsən təşkilatlanmaq. Demirsən bir yerə yığılmaq. Buyur, bu şərtlər. Şərtləri qəbul elə, təşkilatlan. Şərtlər də nədir? İlham Əliyevin anamızı ağladırlar, ha. Başımıza için onun açıqları. Həmən şərtlər. Həmən şərtlər. Yəni, zibildən çıx, zibilə düş. Nəyimizə lazımdır bizim bu? Nəyimizə lazımdır, qardaş? Ona görə də həmişə demişəm mən. Gəlin özümüz olaq. Gəlin diri olaq. Gəlin təşkilatlanaq. Gəlin özümüz gücə çevirilək. Bu günlərim gedib Amerikanın o Maduranı həbs eləmə oyunu. Mən buna oyun deyirəm. Bu bir millətin biabırçılığıdır. Bax, mən neçə illərdir İlham Əliyevə qarşı mübarizə aparıram, dirəniş göstərirəm, onun devrilməsi uğrunda əlimdən gələn eləyirəm. Amma ona baxmayaraq İlham Əliyevin arvadı ilə bir yerdə gəlib evindən hansısa güclərin götürülməsi bizim başımızı yerin dibinə soxması deməkdir. Çünki biz xalq deyilik, millət deyilik. Təşkilatlanmamışıq, gücə çevrilməmişik. Manqurt bir cəmiyyətik. Tipoy bir cəmiyyətik. Bunu deyəcəklər bizə. Yəni, biz el eləməliyik ki, qardaş, Amerikada, İngilisi də, Qərbi də, İsraili də, bütün dünyanın ölkələri görməlidir ki, qardaş, bu prezidentin dalında xalq durub, arxasında xalq durub. Əgər o prezidenti gəlib sən yerindən götürərsənsə, həbs eləyərsən, öldürərsənsə, sənə qarşı biz çıxarıq, sənə qarşı dirəniş göstərərik. Sənin haqqın yoxdur ki, mənim iradəmlə seçilən bir prezidenti yerindən götür, öldür, həbs elə. Kimsə nəsən? Kimsənsən? Hansı haqla? Anlamadım mən. Sənə ədalət olar, mənə olmaz. Hə? Sənə qanun işləyə bilər, mənə işləyə bilməz.
Sənə yaxşı prezidentə, sənə yaxşı prezident layiqdir, mənə yox. Anlamadım mən. Sən niyə mənim prezidentimi həbs edirsən? Bu başa şağılıqdır. Mən buna razı deyiləm. İlham Əliyevə qarşı apardığım mübarizə görürsünüz də necədir? Buna rəğmən yenə də mən buna razı deyiləm. Razı deyiləm, bu millətin rəzil günə qalması deməkdir, biabır olmağı deməkdir. Sən nə cür xalqsan, nə cür millətsən ki? Sən necə şərəfli, ağıllı, şuurlu, cəsur millətsən ki? Sənin başında duranı gəlib oğururlar, öldürürlər, döyürlər. Sən nə millətsən isən? Sən nə gündəsən sən? Əslində bu mesajı verərlər bizə. Mən buna razı deyiləm. İlham Əliyevi özümüz devirəcəyik. Təşkilatlanıb, əl-ələ verib, gücə çevrilib. Biz gücə çevriləndən sonra narahat olmayın. Azərbaycan elə bir yerdir ki, dostlar. Bir şey unutmayın ki, Azərbaycan elə yerdir ki, elə bir bölgədə yerləşir ki, orada bütün bu dünya gücləri var. Bu nədir? Qərbidir, İsrailidir, Amerikasıdır, İngilisidir, Rusudur, İranıdır. Hamısının marağı var. Onlar o maraqlara görə bizim gücümüzə qarşı heç vaxtı çıxa bilməz. Heç vaxt mümkün deyil. Mümkün deyil. Biz diri olsaq, ağıllı olsaq, təşkilatlansaq, gücə çevrilsək, onlar görəcək ki, bir milli güc var, bir milli iradə var. Allaha and olsun bizə heç zad eləməyəcəklər və eləyə də bilməzlər. Əksinə bizə dəstək verəcəklər. Bizi sevəcəklər, bizi dəstək. Ağıllı adamlarla savaşmırlar bunlar. Diri adamlarla savaşmırlar bunlar. Başa düşün, ayılın. Güclü adamlarla bunlar savaşmırlar. Güc təhsə silahda deyil, beyin, ağıl, şuur, iradə. Bu olmalıdır. Bu olandan sonra onun silahı o qədər şey yaramır. Başa düşün, ayılın, dostlar, qardaşlar, əziz insanlar. Mən hər zaman bax bunun tərəfində olmuşam. Yəni deməyim odur ki, biz dünyada baş verənlərdən nəticə çıxartmalıyıq. Dərs götürməliyik, ağıllı olmalıyıq. Bu baş verənlər hamısı bizə mesajdır. Ağıllı olun, şuurlu olun. Başqalarının əsiri olmayın. İraq bizə nümunədir, Libya bizə nümunədir, Suriya bizə nümunədir, Maduro bizə nümunədir, Yemen bizə nümunədir. Başa düşün, ayılın dostlar, qardaşlar. Bizim məqsədimiz təhsə İlham Əliyevi göndərək başqası gəlsin. Yox, oturuşmuş sistemə qarşı savaşmaq lazımdır. Başa düşün, ayılın. Oturuşmuş, zalim, alçaq, biqiriyyət, xalq düşmənlərə qarşı savaşmaq lazımdır. Bunlar bir komandadır. Komandaya qarşı təşkilatlanmaq lazımdır. Amma onda İngilis də görəcək, Qərbi də, İsrail də, nə bilim, Rusu da, İranı da, Turanı da, hamısı görəcək, gəlib bizə salam mələküm edəcək. Dəstək verəcək, razılaşacaq, deyəcək, bəli, siz millət olaraq haqqınız var, hüququnuz var, adamsınız, adam balasınız, adam kimi yaşama haqqınız var, sizin də müstəqil məhkəməyə haqqınız var, sizin də demokratiya olmanıza haqqınız var. Bölünüb, parçalanıb dünyanın dörd bir tərəfinə gedib başqa millətlərin boğazına şərik olmamalısınız. Bəli, onlar bizə onu deyəcəklər. Necə dedirtdirə bilərik onu onlara? Təşkilanmaqla, gücə çevrilməklə, əl-ələ verməklə, gücümüzü ortaya qoymaqla, ay insanlar, ay qardaşlar. Mən hər zaman bunun tərəfdarı olmuşam. Bu ortalıqdakilərin də bir çoğunu. Hər zaman buna çağırmışam. Bəstirin, yekə adamsız, abrınız olsun, həyaniz olsun. Bıraxın bu Amerikanın dalına düşməyi, bıraxın bu İsrailin dalına düşməyi, bıraxın bu krallıq ailəsinin dalına düşməyi, bıraxın bu Rusun, İranın dalına düşməyi. Bizim kimi oğullarla bir yerdə siz təşkilatlanırsınız, gücə çevirin. Yaltaqlıq eləməyin, son qoyun yaltaqlığa. Yaltağı İngilis də sevmir, yaltağı İsrail də sevmir, yaltağı Qərb də sevmir, yaltağı İran da sevmir, Turan da sevmir, Türk də sevmir. Yaltağı Esarda hörmət yoxdur. Son qoyun bu yaltaqlığa. Hər zaman mən bunu demişəm. Amma bunu demişəm, hədəfə gəlmişəm. Yəni hər zaman hədəfə gəlmişəm. Qardaşım, niyə hədəfə gəlirəm ki? Baş verən hadisələr sizə bir mesaj deyil ki, biz xilas olmalıyıq, kölə yox, əsir olmamalıyıq. Anlayın, başa düşün, ay dostlar, ay qardaşlar. Bəyənin dostlar, bəyənin, paylaşın. Bəyənin, paylaşın zəhmət olmasa. Burada mövzudan kənar yazanları, burada moderatorumuz da buradadır. Xahiş edirəm mövzudan kənar yazanları blok eləcəklər.
Mövzudan kənar yazanları blok edin, çünki ehtiyacımız yoxdur belə adamlara. Biz zamandır, zaman yetişib. Zaman yetişib. Bu zamandan, bu fürsətdən istifadə eləməliyik. Axı biz millətik, axı biz heyvan deyilik. Adamıq, adam balası biz. Fürsətdən istifadə eləməliyik. Gücə çevrilməliyik. İlham Əliyev rejimini biz devirməliyik. Biz, Azərbaycan xalqı, xalqın ləyaqətli oğulları, qızları, ağıl sahibləri, cəsarət sahibləri, söz sahibləri, ağıllılar, ziyalılar əl-ələ verir. Təşkilatlanmalıyıq, gücə çevrilməliyik. Biz çevirməliyik, biz tarix yazmalıyıq. Başa düşdünüz? Bizə gəlib İngilisin, Amerikanın, İranın, Rusun, Turanın gəlib devirdiyi rejim bizə lazım deyil. Bu bizi xilas eləyə bilməz. Başqa ölkələr bunun nümunəsidir. Başqa ölkələr bunun nümunəsidir. Etməməliyik, eləməməliyik. Bax, Sarkaşvilini gördünüz? Sarkaşvilini. Niyə o günlərə düşdü? Çünki gücü xalqdan almadı. Gücü xalqdan almadı. Saxta sevgi qazandı. Arxamda xalq durur. Dursaydı o günə düşməzdi. Dursaydı o günə düşməzdi. Bax, o vaxtı rəhmətli Elçi bəy, o da elə. Gücü başqasından aldı. Qardaş, gücü bizdən alın. Gücü bizdən alın. Xalqdan, millətdən güc bizdədir. Biz güclü olsaq, biz gücə çevrilsək, biz təşkilatlansaq, and olsun Allaha, mən sizi inandırım ki, İngilis bizdən var. Amma belə nə, heç də elə bilməz. Yəni, əl-ələ verib adam balası kimi iş görəcəyik. Danışıqlar aparılacaq, iş görəcəyik, maraqları təmin olunacaq. Bizim də marağımız var, o da təmin olunacaq. Bəli, kifayət qədər iş görəcəyik xeyrimizə. Amma biz gedib, onun bunun yaltağı olmayaq da, onun bunun tulası olmayaq. Axı biz tula olası millət deyil yaxı. Axı biz əsir tüşəsi millət deyil yaxı. Daha yetər də neçə illərdir, 100 ili keçib. 100 ildən də artıqdır. Biz nə qədər əsir olacaq? Nə qədər onun bunun əsir olacaq? Xeyr ola qardaş. Niyə belə olmalıdır ki? Bax, maşallah olsun. Mediada baxıram, Azərbaycan xalqının evlatları komentariyalarda Maduranın bu girdirmə yalandan oyun qruplar güya həbs edilir. Amma oyundur, yalandan. Dünyanın başını qatırlar. Məzələnirlər dünyanı. And olsun onu məzələnirlər. Valla, bunu həbs eləmişsən, bu nədir belə? Görüntülər yayırsınız, bayramımızı təbrik edir Madura. Arvadı gülərə elə bir parkda gəzirlər. Nədir ki, bu həbsdir, belə həbs olur? Yəni, hamısı oyundur. Əgər bir ciddi şey olsaydı, onu çəkib paylaşmağa gərək yox idi ki. Onlar niyə çəkir? Misal üçün, Amerika əməliyyat həyata keçirdir, gedir Maduranı həbs edir güya. Adamlar əməliyyat hərəkətə keçirdir, əməliyyat görürlər də, iş görürlər. Bunlar öz əməliyyatlarını niyə dünya yayırlar ki? Sirdə axı, əməliyyat sirdir. Mən əməliyyat görürüm, əməliyyat aparıram, sirdir bu. Siri niyə dünya yayıram ki? Xeyr ola. Düzdür mü? Mesela İsrail gördünüz də, nədir? İranda nə qədər adamları öldürdülər. Hökumətin başında duran, ordunun bir neçə yerində duranları öldürdülər. O əməliyyatdan xəbəriniz oldu? Yox. Heç kəsə demirlər sirlərini. Desinlər də onlar da. Demirlər. Sir deyilməz. Əməliyyat bir sirdir. Sir deyilməz. Bunlar deyirlər. Unutər əməliyyat. Unutər iş görmək ki, onu hamıya göstərsin. Xeyr ola. Yalandır, oyun damısı. Fırfırıldaqdır. Danışıqlı oyunlardır. Razılaşdırılmış oyunlardır bunlar hamısı. Başa düşürsünüz dostlar. Bax, bu şeylərdən nəticə çıxartmaq lazımdır. Sabahlarım gəlib İlham Əliyevin arvadı ilə özünü oğurlayıb bizə göstərərlər ki, baxın İlham Əliyev diktator idi, xalqa zülm eləyirdi, onu oğurladıq. Sən dincəl, Rəbbi nədir? Azərbaycan xalqı, sən dincəldin, bir azadlığa çıxdın. Bizə lazım deyil belə oyunlar. Ehtiyacımız yoxdur belə oyuna. Azərbaycanda bir terrorçu sistem var, sistem getməlidir. Sistem getməlidir, sistem dağılmalıdır. O İlham gedəcək, İlhamdan betər uğraş durub orada. Neyinləmə nəmə lazımdır? Hamısı getməlidir, hamısı. Hamısı. İndi aşağı təbəqədə müəllimlər var, bəzi polislər var, bəzi DTX-da işləyənlər var. Onlar ola bilər, qalar. Qalar və qalacaqdır da. Rüşvət yemir, zülüm eləməyir. Qalacaqdır, o ayrı bir şeydir. Amma bütünlükdə bir sistem getməlidir. Başda nə qədər adamlar oturur ki, Madura getdi, ətraf hamısı qaldı yerində. Nə olacaq ki? Güya Venezuela nə gələcək ki? Demokratiya mı gələcək? Azadlıq mı gələcək? Suriyada Əsəd getdi, nə oldu ki? Gənə həmən sistemdir də. Kimdir ki? Gənə həmən sistem, terrorçu getdi, terrorçu gəldi yerinə.
Xain getdi, xain gəldi. Nə fərqi var ki? Həmən xaində getdilər, qoydular Amerikada başına tutdular. Dedilər ki, sən belə olansan sən. Sən demokrat adamsan sən. Sən Suriyanı xilas elədin. Dünə terrorçu idi. Taliban'a qarşı da elədilər. Eyni oyunu Talibana qarşı da oynadılar Əfqanistanda. İllərlə savaşdılar, ən sonunda dedilər ki, siz dövlətsiz, demokratiya gətirib, belə olanlar sizsiniz. Qardaşım, bizə belə siyasət lazım deyil. Bizə belə baş qatma, ələ salma, məzələnmə siyasəti lazım deyil. Ehtiyacımız yoxdur bizim buna. Biz xalq olaraq belə davranmalıyıq. Belə dirənməliyik, belə dirəniş göstərməliyik. Qoy dünyada bizim xalq olaraq fikrimizi, zikrimizi, mövqeyimizi bilsinlər. Mövqeyimizdə diri olmalıyıq, ağıllı olmalıyıq. Qoy dünya görsün bunu. Bütün o komentaryalar yazır sizi, hamısını İngilisi də izləyir, nə bilim Almanı da izləyir, Qərbi də, İsraili də, İranı da, Turanı da, hamısı izləyirlər. Hamısının xüsusi xidmət orqanları var. Məni də, səni də hamımız izləyir. Mövqeyimizi düz eləməliyik. Biz kölə deyilik. Biz əsir olmamalıyıq. Biz müstəqil olmaq istəyiriksə, başqasından güc yox, gücü özümüz toplayacağıq. Ondan sonra onlar bizə dəstək verir, nə gözəl. Dəstək verməsə də özü bilər. Niyə? Biz xilas olmalıyıq da. Məsələ bu da əzlərim. Amerika deyir, hər ölkəyə öz adamını qoymaq istəyir. Qətiyyən buna imkan vermək olmaz. Qətiyyən. Qətiyyən. Əgər heylədirsə, mən İlham Əliyevi dəstəkləyirəm. Əgər biz İlham Əliyevi devirəcəyik, Amerikanın, İngilisin, Məmmədin adamını gətirəcəksə, mən İlham Əliyevin getməsinə razı deyiləm. Pis fikirdir, qardaş. Çünki zibildə çıxıb zibilə düşəcəm. Niyə eləm ki mən onu? Güya Amerika gətirib qoyduğun nə olacaq ki? Amerika indiyə kimi müdaxilə elədiyi ölkələrə demokratiya adı altında, insan dəyərləri, insan haqları adı altında hara girib orada qan töküb, qətliyam eləyibdi. Öz adamlarını gətirib qoyur. Hani demokratiya, hani insan dəyərləri? Yoxdur. Yoxdur. Bundan biz dərs çıxartmalıyıq. Ağıllı olmalıyıq, şuurlu olmalıyıq. Allah bizə bunu niyə verib? Baba bunu. Bunu niyə verib? İşlətmək üçün. İşlətmək üçün. Özümüzü ələ verməmək üçün. Özümüzü kölə etməmək üçün. Özümüzü əsir etməmək üçün. Allah bunu bizə ona görə verib. Xalq olaraq, millət olaraq. Hərəmizdə bir baş var, bir ağıl var. Bu ağılları işlədib hamısını bir yer toplasaq, Amerika bizə bunu eləyə bilməz. Öz adamlarını yox, bizim öz adamlarımızı ora gəlməsinə dəstək verəcək. Fikrimi çatdıra bilirəm. Başımızı işlətsək, tək Amerikası yox, İrana da aiddir elə. Rusa da aiddir, qonşu ölkələrə. Biz özümüz seçdiyimizə onlar dəstək verəcək, gətirib qoyacaq ora. Gətirib qoyacaq başımıza, özümüz. Biz belə davranmalıyıq. Biz belə yanaşmalıyıq. Mən İlhamı Amerika götürdü, uğurladı və yaxud da, nə bilim, devirdi, başqa İlhamı gətirdi. Niyə mən bunu? Niyə qardaş? Yox əzizim, özümüz yetişdirməliyik, təşkilatlanmalıyıq, yetişdirməliyik. Generallarımız, komandirlərimiz, Daxili İşlər Nazirimiz, nə bilim, dövlət təhlükəsizlik xidməti, buna layiq olan oğullar, qızlar var bu millətin içində. Təşkilatlanmalıyıq, seçməliyik, seçim eləməliyik. Bu nə işlə məşğul ola bilər? Buna zaman lazımdır. Nə işlə məşğul olar? O işə uyğun adamı seçməliyik. Təşkilatın içində cəmaət tanımalıdır, bilməlidir. Sabah meydana töküləndə bir yerdə millət ona dəstək çıxmalıdır. Millət bilməlidir ki, onun Daxili İşlər Naziri budur, onun generalı budur, onun prezidenti budur, onun nə bilim filan rəisi budur. Bunu eləməliyik, özümüz indidən hazırlaşmalıyıq, bunu eləməliyik. Hələ gec qalmışıq. Bizə lazım deyil. Bizə lazım deyil İngilisin, Amerikanın gətirdiyi adam. Qətiyyən lazım deyil. Zaten oradakı elə Amerikanın, İngilisin, İsrailin, Rusun, İranın adamı. Da nə edirəm mən onu? Niyə edirəm ki, mən onu çart, bunu gətir, bunu çart, onu qardaş, dəyişməyəcək, vəziyyət dəyişməyən sonra nə edirəm mən onu? Mən sifətlərin dəyişilməsini nə edirəm mən? Əməllərin dəyişilməsi lazımdır. Əməllərin, əziz dostlarım, əziz insanlar. Bəyənin dostlar, bəyənin, paylaşın. Yox, siz deyirsinizsə ki, biz oturaq evdə, bizim yerimizə gəlsin Amerika dəyişiklik eləsin. Nə bilim, İsrail dəyişiklik, onsuz da eləməyəcəkdir. Onsuz da bunu eləməyəcək, bunu hamı bilsin. Eləsə də gələ öz adamını qoyacaq. Yəni, İlham getdi, Məmməd gəldi, eyni şeydir. Sistem yerində görüntü getdi, sifət getdi, İlhamın sifəti, Məmmədin sifəti gəldi.
Gülməmmədin sifəyə dəyişən bir şey olmayacaq. Biz deyirik ki, gəlin əməlləri dəyişdirək. Əməlləri. Biz əməlləri dəyişdirməyənə kimi, İstəyirsən onu 70 dənə İlğamı çıxart, Məmmədi gətir. Məmmədi çıxart, Gülməmmədi gətir. Vəlini gətir, Pir Vəlini gətir. Kimə lazımdır ki bu? Bu oyunlar kimə lazımdır? Yox qardaşım, yox əzizim. Gəlin biz ağıllı olaq, şuurlu olaq. Gücə çevirilək, təşkilatlanaq. Bunun da yolu, yəni millət olaraq, xalq olaraq əl-ələ verməliyik. Bax, gözün qabağındadır. İnternet dövrüdür. Texnologiyanın irəlilədiyi bir zamandayıq. Şəxsən bu texnologiyadan biz istifadə edib təşkilatlana bilərik. Gücə çevrilə bilərik. Görüşlər keçirdərik. İş görə bilərik, yetişdirə bilərik. Maliyyətsə özümüzü maliyyələşdirərik. Niyə olmasın ki? Nədən olmasın ki? Kökündə nə yatır? Nəfsinə qarşı müxalif olmaq. Sən millət olaraq nəfsinə müxalif olanda təşkilatlanasan. Millət olaraq nəfsinə müxalif olsan, əziyyətə dözümlü olsan, sən təşkilatlanasan, sən gücə çevriləsən. Hələ ki, səni xalq olaraq nəfsin imkan vermir. Hamı özünü düşünür, oturub yazır. İnşallah İlham Əliyevin başına da gələr, Maduranın başına gələn. Quqquluqu sabah oyandık ki, nədir? Amerika və yaxud da İngilisi, İranı, Rusu gəldi, İlham Əliyev arvad uşağını götürdü, bir yerdə apardı. Sistem yerindədir. Neyirəm ki, mən onu? Sistem yerindədir, neyirəm mən onu aparsın da? Başa düşürsünüz mən nə demək istəyirəm? Özümüz eləməliyik. Nə eləyəcəksə özümüz. Gözləməyin ki, qıraq ölkədən kimsə bizə nə bilim prezident gətirəcək, prezident dəyişəcək. Bunun bizə heç bir xeyri yoxdur. Heç bir xeyri yoxdur. Çünki bunlar başqa ölkələrdə prezidentlər dəyişiblər. Nə bilim onu götürüb bunu gətiriblər, bunu götürüb onu gətiriblər. Heç bir xeyri yoxdur. Heç bir xeyri yoxdur. Zülüm çəkən, əziyyət çəkən məzlum millətlərdir, yazıq xalqlardır. Qutardı getdi. O qədər xalqına ürəyi yansa bu qədər kasıb acından ölənlər var. Evsiz, işsiz illərdir işləyib və ya işləyə bilməyənlər var, ala bilmirlər. Bəli, kökündə qanunsuzluq yatır. Ədalətsizlik yatır, haqsızlıq yatır. Bizə bu haqqı, ədaləti, qanunu Amerika gətirəsi deyil. İngilis gətirəsi deyil. Nə bilim, İsraili, İranı, Turanı, Rusu gətirəsi deyil. Bunu hamı bilsin, hamı bilsin. Bunu tarix sübut edir. Bunu mən sizə özümdən demirəm, mən. Bu dediklərim var, bu mənim özümdən deyil. Onların özlərinin gətirib başa qoyduğu adamların əməllərindən mən nəticə çıxardıq deyirəm mən. İraq onun kimi, Libyası, Suriyası, Yeməni, nə bilim, Madurası, Budurası. Onları mən görürəm, orada nəticə çıxardıq sizə deyirəm mən. Bunu mən özümdən demirəm, ay qardaşlar, ay insanlar. Deyir, nə vaxta qədər qardaş belə olacaq? O vaxta qədər olacaq ki, biz bayaqdan deyirəm, təşkilatlanmayana qədər, gücə çevrilməyənə qədər, əsas da nəfsimizə müxalif olmayana qədər, nəfsimizə qarşı çıxmalıyıq, pula meyilli olmamalıyıq. Yəni, biz çoxun dalınca getmək lazımdır. Yox, az olsun, əziyyətli olsun, amma keyif alaq o əziyyətdən. Bu əziyyətin içərisində təşkilatlanma olsun, millət olaraq, sevgi olsun, inam olsun, güc olsun. Bizə bu lazımdır. Bu olmayandan sonra, yəni, əlbəttə ki, bundan da beter olacaq, belə də davam edəcək, bundan da beter olacaq. Bəli, İngilis gələcək, İlhamı götürəcək, Məmmədi gətirəcək, həmən şey dəyişməyəcək. Sənə göstərəcək, demirdin, İlham Əliyev düşməndi, ala da devirdik. Demirsən, İlham düşməndi mehriban, ala devirdik, bu da Əli, Vəli. Göstərəcək də, sən də Əliyə əl çalasan. İlham getdi, Əli gəldi, Vəli gəldi, nə gözəl, hər şey dəyişəcək. Heç şey dəyişməyəcək, heç nə. Heç nə. Çünki bunun bariz nümunəsi var. Bariz nümunəsi var. Onların başqa ölkələrdə etdikləri hərəkətdə, fikir versində onu çıxardır, bunu gətirir, bunu çıxardır, bunu gətirir. Heç nə dəyişmir. Heç nə. Heç nə. Çünki sistem yerindədir. Sistemin idarəçiliyi onların əlindədir. Mən deyirəm ki, gəlin bizim əlimizdə olsun. Biz inkişaf eləyək. Demirsiniz inkişaf eləmək. Biz o zaman inkişaf eləyəcək ki, idarəçilik, rıçaq bizim əlimizdə olacaq. Xalqın əlində, xalqın hakimiyyəti. Rıçaq əgər xarici güclərin əlində olarsa, sən inkişaf eləyə bilmərsən. Mümkün deyil.
Mümkün deyil ay insanlar, ay qardaşlar, ay bacılar. Sən bunu sağ ələ keçirməlisən. Onun da bir yolu var, təşkilatlanma. Əl-ələ vermə. Bir yerə gəlmə, gücə çevrilmə. Yoxsa belə arada deyir, xaos olsun, vətəndaş müharibəsi nə olur olsun bunlar geçsin. Yox qardaşım. Xaos da İngilisə sərf edir, vətəndaş müharibəsi də, nə bilim, hamısı sərf edirlər, hamısı. Hamısı. Sənin təşkilatlanıb gücə çevrilməyin də onlara sərf eləyir. Onu da deyin biləsiniz. Sənin bir millət olaraq, bizim bir millət olaraq təşkilatlanıb gücə çevrilməyimiz də onlara sərf eləyir. Başa düşdünüz məni? Çünki onlar səni bir güclü görsə, deyəcək, bunlar güclüdür də. Nətər olur ki, İngiliz gücü ola bilir, İsrail gücü ola bilir, Amerika gücü ola bilir, nə bilim, digər ölkələr gücü ola bilir, biz ola bilmərik. Deyəndə bəzilər deyir ki, az sayda xalq yox, İsrail də azdır da. Nə dəxil var ki? Digər ölkələrdə nə qədər var? Sayın önəmli deyil, say önəmli deyil, dostlar. Ağıl, məntiq, şuur, cəsarət, önəmli olan budur. Önəmli olan budur. Bu önəmi bərpa eləməliyik. Bu lazımdır bizə. Bizim sayımız 5 milyon olsun, amma ağıllı olaq, şuurlu olaq, cəsur olaq. Deyir, xalq ayağa qalxmır, qalxsa da birlik azdır, onlar daha çoxdur. Yox, xalq, məsələ çoxluqdan getmir ki, qardaşım, əzizim. Yəni, bilirsiniz, xilasın kökündə çoxluq dayanmır, birlik dayanır. Bəzi adamlar elə bilirlər ki, çoxsansa qalib gələsin. Yox. Yox, birsənsə qalib gələsən. Baltanı bir yerə vursan qalib gələsən. Qutardı, getdi. Yoxsa hər əlinə alır bir baltanı, biri deyir İsrail dalımıza durub, biri deyir nə bilim bizi İngiliz xilas eləyəcək, nədir, krallıq ailəsi. O birisi deyir ki, İrana söykənər, İran Allah hakimiyyəti qurubdur, bizi Allah xilas eləyəcək, onlar xilas eləyəcək. Allahın hakimiyyətini qururlar, onlar bizi xilas eləyəcək. O biri deyir, yox, Putin bizim vətəndaşlarımıza 3 milyona çörək verir, deməli belə oğlandı, o bizim dalımıza dursa xilas olacaq. Yox, vallah da olmayacaq, billah da olmayacaq. And olsun Allaha. Mən deyirəm ki, gəlin buradan çıxaq, bu təfəkkürdən çıxaq, çıxaq, silə yataq, silə yataq. Bu oyunlarla olmur bu şeylər, ay insanlar, ay adamlar. Güc birlikdədir, çoxluqda deyil. Burada yazan dostumuz yazıb, onlar çoxdular. Onlar çoxdular, amma cəsarətsizdirlər, qorxaqdılar. And olsun Allah, qorxaqdılar. 5 nəfərin bir yerə yığılmasından qorxurlar. Çox olmaqla deyil ki onlar. Amma gəlin biz birlik qoyaq ortaya. Mən sizdən çoxluq istəmirəm ki, birlik istəyirəm. Birlik, bərabərlik. Gəlin biz elə güc yaradaq, elə təşkilatlanaq, elə şükürək ki, baltanı daşa vurmayaq. Baltanı daşa vurmayaq. Mən bunun mübarizəsini aparıram. Gəlin biz düzgün istiqamətdə yol alaq. Yəni, bilirsiniz, xalqımız dəhşət deyil, belə baxıram, belə komentariyaların özünə də oxuyuram, Maduranın həbsi ilə bağlı. Düz deyin də, o oyunu başa düşənlər, qaranlar da var. Belə əksinə yazanlar da var. Nə gözəl olsun, bu da gözəl bir şeydir. Amma bəzi adamlar var, baxırsan buna, deyir, İlham Əliyev səni bu da gözləyir. Gözləsin də gəlsin, aparsın İlham'a, nə olacaq ki? Sistem yerindədir. Tərtərdə sənin ananı ağladan, İcra hakimiyyəti, polis rəisi yerindədir. Bakıda, Şəkidə, nə bilim, Lənkəranda, Astarada ananı ağladan icra hakimiyyəti, polis rəisləri yerindədir. Ananı ağladan deputatlar yerindədir. Başına oynasın Daxili İşlər Naziri yerindədir. Yerindədir, bunları yerindən götürmək lazımdır, məhv eləmək lazımdır bunları. Sistemi tarmadağın eləmək lazımdır. Başa düşün, ayılın. Mən bunu deyirəm, gəlin bunu eləyək. Yoxsa bir İlhamın getməsi ilə nə dəyişəcək ki? Nə dəyişəcək? Hamımız düşmüşük, İlham, 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 İlham. Və sabah İlhamı çıxardacaqlar, deyəcəklər, düşmən demirdir, ala bu da düşmən.
Qaçdı getdi xarici ölkə. Hara Rusiyaya, hara Amerikaya, hara İngiltərəyə, hara İsrailə, hara Türkiyəyə və yaxud da başqa ölkəyə. Hə? Getdin, hamı da qışqıracaq. Diktator, oğraş, ölüm, millətin düşməni. Onun yerinə bir Məmmədi gətirib qoyacaqlar. Dəyişən bir şey olmayacaq. Dəyişən bir şey olmayacaq. Gördüyümüz nə olacaq? Sifət, bir də qəşək-qəşək danışmaq. Bitdi. Əməllər dəyişilməyəcək. Yenə də rəis anamızı ağladacaq. Yenə də deputatlar anamızı ağladacaq. Yenə icra hakimiyyətləri anamızı ağladacaq. Yenə polislər evimizi tutacaq. Yenə DTX bizim anamızı ağladacaq. Yenə icra hakimiyyəti, nə bilim, daxili işlər, bunlar hamısı anamızı ağladacaq. Başa düşün, ayılın. Sistemə qarşı sistem qurmaq lazımdır. Azərbaycanda bir sistem var, terror yuvası var, fitnə yuvası var. Buna qarşı sistemli şəkildə təşkilatlanmaq, vuruşmaq, mübarizə aparmaq, gücə çevrilmək lazımdır. Bizə bu lazımdır. Bu məmləkətin dərdi bir dənə İlham Əliyev mehriban deyil ki. Vallahi. Əgər siz belə başa düşürsünüzsə, siz bundan sonra var ha. 1500 ildə danışsanız, 1500 ildə desəniz, Azərbaycan ədalət gəlməyəcək. Müstəqil məhkəməni görə bilməyəsiniz. Mümkün deyil. Mümkün deyil. Gəlin biz özümüz, prezidentimizi də özümüz seçək, özümüz dalında duraq, o prezident də bizi güc görsün arxasında. Xalqı güc görsün, İngilisə də sözünü deyə bilsin, Amerikana da deyə bilsin, nə bilim o birisinə desin, qoy hamıya desin, niyə deməməlidir ki? Biz kimlə nə eksik xalqıq ki? İngilistənmi, İsrail'dənmi, Amerikandanmı, nə bilim, Türkdənmi, İrandanmı, Rusdan, kimlə nə eksik, kimlə? Kimdən qardaş? Onlar güclü olabilir, ağıllı olabilir. Biz ola bilmərik. Anlamadım mən. Hə? Onlar təşkilatlanır, gücə çevrilir, inkişaf verir, biz elə bilmərik. Niyə başa düşənmədim mən? Nəyi bizdən artıqdır ki? Nəyi? Məsələ bu deyə əzizlərim. Ağılları yox, dostlar, bizdə də var da, ağıllı adamlar bizdə də var. Burada deyir ki, bir dostumuz, deyir ağılları üstündür. Qardaş, bizimki də olsun da. Ha, bu ağıl bazarda satılmır ki, deyərsən, hə, bu 5 manatlıq ağıl yaxşı ağıl deyil, biraz bahalısını alaq. Ha, belə deyil axı, qardaş. Belə deyil, o ağıldan səndə də var da, məndə də var da. Ha, bəzən deyirlər, Almanlar nədir, Audi çıxardır, nə bilim, Mercedes düzəldir. Gedin baxın, görün, Audi, Mercedes zavodlarında kimlər işləyir? Gidin bir baxın görün. Saysız hesabsız türklər işləyir. Bunlar düzəldir bunu. Bu necə olur bu? Hə? Kimdir bunlara şərait yaratmayan ki, Türkiyədə Audi kimi, Mercedes kimi keyfiyyətli maşınları düzəldə bilmirlər. Gəlib burada düzəldir. Kimdir bunlara o şəraiti yaratmayan? Erdoğan rejimi. Erdoğan rejimi. Və yaxud da nə qədər Azərbaycanların özləri var. Ağıl sahibi adamlar burada həkim işləyirlər. Həkim işləyirlər. Nə bilim, digər zavodlarda işləyirlər. İnkişaf edirlər, yaradırlar. Azərbaycanlar burada var. Necə olur ki bu? Kimdir bizə imkan verməyən ki, o Azərbaycanı gəlir burada Almana, nədir, yaradır, düzəldir, inkişaf edir. Amma Azərbaycana gələndə olmur. Necə olur ki bu? Hə? Almana gələndə ağıllı olur, oraya gedən dəli olur, xəstə olur, ağlımız işləmir. Belə şey olur. Dostlar, qardaşlar, ağıl var axı bizdə, şuur var axı. Bizə imkan verməyən bir sistem var, terror yuvası, xain yuvası. Alçaqdılar bunlar, imkan vermirlər bu millət inkişaf eləsin, onda olsun Allaha. Spişka nə də onu Rusiyadan gətirirlər. Bəyən bu millət spişka yaradacaq qədər, düzəldəcək qədər ağılda deyirlər. Hə? Anlamadım mən. Ya bizim ağlımız yoxdur, spişka yarada bilmərik də biz, eləmi? Və o da başqa şeylər çoxdur. Qıraq ölkədən asılıyor. Niyə axı, niyə? Niyə? Və hesaplasan, araşdırsan, spişkanı Rusiyadan gətirirlər. Spişkanı Rusiyadan gətirir. Gedib o spişka zavoduna baxsan, orada da Azərbaycanlar işləyir. Necə olur ki, orada yaradırlar, işləyirlər, düzəldirlər, inkişaf edirlər. Bizə gələndə olmur. Necə olur ki bu? Bunun qarşısını kim alır? Qarşısını alan Əliyev rejimidir. Bu rejimə qarşı bütövlükdə savaşmaq lazımdır. Direniş göstərmək lazımdır. Əlimizdən gələn eləmək lazımdır. Böyük gücə çevirmək lazımdır. İnkişaf eləmək lazımdır. Ay millət, ay cəmaat.
Beğenin dostlar, beğenin, paylaşın. Düzdür, əlbəttə ki, düzdür, qardaş. Bəyəm Alman burada maşın düzəldirsə, nə deyib bu Almanın ağlı sənin ağlından nə kimi üstünlüyü var ki? Mən onu başa düşəmirəm mən. Nə kimi üstünlüyü var, Hə? İsrailin olsun, nə bilim, Rusun olsun, bu qədər silah icad edirlər. Amma onlar rejiminə lağ eləyirik. Kölədir, kölədir, kölədir. Ha, qardaş, bomba hazırlayır, nədir, 5000 kilometr uçur o tərəfə. Bu nə tər olur, başa düşəmədim mən. Nə tər olur, bu? Hamımız bunlara kölə deyirik. Bu nədir? Molla rejiminə. Və bu silah düzəldir 5000 kilometr gedir. Nətər olur? Bizə gələndə olmaz. Axı onlar kölədir. Biz kölə deyirik məntiqlə. Biz deyirik onlara kölə, nə bilim molla rejimi, qıllı rejim, nə bilim nə rejimi. Necə olur bu? Yəni gedin İranın özündəki inkişafa bir baxın görün bizdə var, yoxdur. Yoxdur. Niyə olmasın ki, niyə? Axı biz onlara kölə deyirik, onlar kölədirlər. Sözdə biz kölə deyirik. Deyir o zavod burada olsa ziyanla işləyəcək. Niyə? Çünki zavoda lazım olan şu düzəltdiyin, yetişdirdiyin, inkişaf elədiyin şeylər var ha. Düzəldirsəniz silah, maşın, nə bilim nə. Bunların zapçasını gelip oradan buradan getireceğiz. Gelip oradan buradan niye kardeş? Niye biz özümüz niye düzeltmemeli ki onun nedir zapçasını? Biz olsun maşın icad elə. Biz onun zapçasını niye oradan buradan getirmeliyiz? Elə Türkiye'nin özündedir. Zavod açırlar, maşın fabriki. Zapçası İtalya'dan gelir, motor oradan gelir. Bunlar nədir belə? Benim Türkiye xalqının içərisində motor düzəldəcək ağılda adam yoxdur. Sən niyə gelib Türkiye'dən, İtalya'dan oradan buradan motor gətirsən? Nə bilim, difer gətirirsən, təkər gətirirsən. Niyə? Yəni, nə kimi fərqi var, Nə kimi fərqi var? Əgər Alman bunu erirsə, İtalyan bunu erirsə, qardaş, onda imtina edək Azərbaycan, Türkiye'də İtalyan olaq. Gedə İtalyan olaq. Yəni, Azərbaycanlı olmaq ağılsızlıq, şuursuzluq, tipoy olmaqdırsa, gedə İtalyan olaq onda. Tüpürək bu millətə də, tüpürək bu vətənə də, hər şeyə gedə İtalyan olaq, ağıllı olmaq üçün. Ha? Alman olaq, ağıllı olmaq üçün. Ha? Belə şey yoxdur, qardaş. Belə şey yoxdur. Bunu biz eləyə bilərik. Bilirik bunu. Deyir, axı bir ölkədə hər şey ola bilməz. Qardaş, niyə belə düşünürsünüz ki? Niyə? Niyə belə düşünürsünüz ki? Yəni, niyə olmasın ki? Səbəb nədir ki? Bizim qarşımıza alacaq kimdir ki? Niyə biz olmamalıyıq? Niyə qardaş? Dostlar, bəyənin, paylaşın. Niyə internet belə eləyir? O boyda sokar deyir, ziyanla işləyir. Niyə yəni? Niyə işləməlidir ki? Sokar niyə ziyanla işləməlidir ki? Axı bu bizim deyil. Deyir, qoy İtalyan Azərbaycanlı olsun. Əlbəttə ki, olsun da. Fərq demirəm, mən indi biz ağıllı olaq, İtalyan ağılsız olsun, Almanı. Yox, o da ağıllı olsun. Nə olar ki, ağıllı olmaq pis şeydir. O da yaratsın, o da inkişaf eləsin. Dostlar, nə demək istəyirəm? Biz özümüz yaratsaq, özümüz icad eləsək, inkişaf eləsək, bahaçılıq olmayacaq, bolluq olacaq. Bolluq. Başa düşürsünüz məni? Yəni, özün icad eləyəndə, özün yaradanda bolluq olur. Misal üçün, adi pomidor. Biri var ki, dükandan alasan, baha ola, bir də var özün yetişdirəsən, ucuz ola, ucuz gələ sənə. Hansı yaxşıdır? Hə? Məsələn, dükandan gedib pomidor alıb, bağlamaq istəyirsən, şoraba düzəltmək istəyirsən. Düşünürsən ki, mən neçə kilo alım? Düşünürsən. Amma özün əksən, düşünməyəsən. Kamazlarla pomidorun olacaqdır. Düzdürmü? Düşünməyəsən ki, neçə kilo kamazın içindən mən pomidor götürüm, şoraba bağlayım, neçə kilo götürüm. Düşünməyəsən. Çünki çoxdur, bolluqdur. Bolluğun olması üçün inkişaf lazımdır. Əkmək, becərmək, yaratmaq, ürətmək bu lazımdır. Bunun üçün ədalətli sistem lazımdır. Ədalətli hakimiyyət qurulmalıdır. Millətin iradəsinə qurulan, sökülən hakimiyyət qurulmalıdır. Qardaş, ay dostlar, dövlət icazə verməlidir, dövlət yol açmalıdır, dəstək verməlidir sənə, kəndçiyə dəstək verməlidir. Bu günlərim Azərbaycanda kət yerlərində adam qalmıyor. Çıxıb gediblər xaricə, Bakıya, niyə?
Mən pomidor əkirəm. Mənim işim qoyun saxlamaqdır, inək saxlamaqdır. Mənim işim pomidor, xiyar, nə bilim, soğan əkməkdir. Qardaş, mənim işimə dəstək ver də, dövlət deyilsən sən. Dəstək ver də, traktorum yoxdur, traktor ver. Nöğütüm yoxdur, nöğüt ver. Toxumum yoxdur, toxum ver. Belə olur da, dövlət nə üçündür? Dövlət nə üçündür? İnkişaf etdirmək üçün, irəli getmək üçün. Sən mənə dəstək ver ki, inkişaf eləyək də. Sən də mən də. Çiğ-çiğinə belə xalqla bir yerdə dövlət, çiğ-çiğinə belə inkişaf eləyək. Əkək, piçə, biz niyə deyib Rusiyadan, oradan buradan pomidor alırıq? Xeyr ola. Və bu millətin içində pomidor əkəcək, yetişdirəcək qədər ağıllı, şuurlu kişilər, qadınlar yoxdur. Var axı. Var axı, doludur. Bunu eləyə bilər ya axı. Monqolistandan ət gətirirlər. Niyə? Anlamadım mən. Niyə? Yəni 10 milyon xalq yaramır ət ürətməyə, qoyun saxlamağa, inək saxlamağa yaramır bu millət. Anlamadım mən bunu. Olmaz ki, ölkənin içində dövlət olsun, ədalətli dövlət olsun, müstəqil dövlət olsun. Bizə bir xalq olaraq kətçiyə dəstək versin, kənd adamıdır. Dəstək versin, ürətsin. Bunu Monqolistandan niyə ət alıb gətirir? Xeyr ola, niyə biləm ki mən bunu? Hə? Bu məsələ bu deyə, qardaşlar. Monopoliyadır. Əlbəttə ki, monopoliyadır. Monopoliyadır. Adamlar elə iş qururlar ki, deyir, gəlib mənə kölə olmalısan, sən məndən almalısan, sən əkməməlisən, becərməməlisən, inkişaf eləməməlisən, sən kölə olmalısan sən. Sən kimsən, sən qoyuna bax, qoyun yetişdirirsən. Dostlar, bilmirəm, efirə neynirlər, tuşlu aşağı, gül kimi danışırdıq. Nə barmaq eləyirlər, neynirlər, imkan vermirlər. Bir saatda danışıram, burada 8 dəqiqə göstərir, 8 dəqiqədə mən efirdəyəm ki. Bayaqdan danışıram, bir saatda efirdəyəm, 8 dəqiqə göstərir. 15 nəfərdə adam izləyir. Yavaş-yavaş düşür. Nəysə, kanalı şikayət edirlər, deyəsən bağlamaq zorundayıq. İmkan vermirlər. Yəni, məndən deyəcək bu qədər dostlar da, bilirsiniz, valla xalq olaraq, millət olaraq oyaq olmalıyıq. Və sonumuzda bizim kimi oğullara dəstək verin. Gəlin bir yerdə iş görək, təşkilatlanaq, əlimizdən gələni eləyək. Daha nə deyək, qardaş? Hamı sussun, sən də sus, mən də susum, oturaq Amerikadan nədir? İmdad diləyək. Ay Amerika, qadan alım, gecəylə İlham Əliyevə götür, güya bizə ədalət gələcək. Ay İngiliz, ay İsrail, ay İran, ay Turan, ay nə bilim, Türk, nə bilim, Putin. Belə oğlanlar siz xalqları sevirsiniz, xalqların dəyərini bilirsiniz. Siz bütün diktaturalara qarşısınız siz. Putin də deyir, diktaturaya qarşıyam, insan dəyərindən danışır. Molla rejimi də, Amerikada, İngilisi də hamısı. Amma qardaş, əzilirik, ölürük, yanamız ağlayır, başımıza itin oyununu açırlar. Nə təhər olur, mən bilmirəm. Hamısı olub insan dəyərlərinin peşinə düşən. İndi İranda görürsünüz, ara qarışıb, aləm deyək bir-birinə, nə qədər insanları orada öldürüblər. Amerika deyir, orada insanı deyir, insanları öldürsələr, deyir, biz oraya müdaxilə eləyəcəyik. Axı, məqsəd insanların öldürülməsinin qarşısını almaq deyil axı. Bu görürük axı, bu oyundur. Məqsəd o deyil. Məqsəd İranı molla rejimindən betər kölə eləməkdir. Məqsəd budur. Məqsəd budur, dostlar. Əlbəttə deyir, birisi gəlsə, əlbəttə ədalət olar ölkədə. Qardaş, o birisini gətirmək lazımdır da. Mən onu deyirəm, birisini gətirmək lazımdır. Özümüz seçməliyik, təşkilatlanmalıyıq, özümüz yetişdirməliyik. Prezidentliyə layiq adamı seçib, önə atmalıyıq ki, qardaş, biz sənin dalındayıq bir millət olaraq, arxandayıq. Həm də yanındayıq. Narahat olma. Sözümü deyəcəm, dirəniş göstər, narahat olma. Qutardı, getdi. Bir liderin arxasında xalq gücü varsa, dostlar, o liderə heç nə dilənməzlər. Heç nə, mümkün deyil. And olsun Allah, mümkün deyil. Söhbət liderdən gedir. Lider kimə deyirlər? Yetişdirənə. Bir nəfərə yox. Bir nəfərdən lider olmur. Lider ona deyirlər ki, o yetişdirir. Mən o liderdən danışıram. Yox, millət yığışdı, Rafael Pliyev liderdir, dalınca gelir. Belə yox. Belə yox. Əgər Rafael yetişdirmirsə, o lider deyil. O bir görüntüdür. Bir yerə gedər o. Bir yerdən vurub tullayacaqlar o tərəfə. Amma lider yetişdirənə deyirlər.
Başa düşdünüz? Yetiştirməyən adam bizim başımıza gəlməsin. Lazım deyil adam. Çünki yetişdirən adamdan qorxurlar. Yetişdirən adama heç də eləmirlər, eləyə bilmirlər. Niyə? Çünki İngilisdə görür, bütün güclər hamısı görür ki, filankəs bu Azərbaycan xalqının lideridir, prezidentliyə layiq adamıdır və yetişdirir. Yetişdirir, özündən betər cəsarətli, ləyaqətli adamlar yetişdirib, oğullar, qızlar, nə deyim, yetişdirib doludur. Onlar onu görəcəklər, şahid olacaqlar, heç də eləyə bilməyəcəklər. Başa düşdünüz? Yetişdirən lideri heç də eləyə bilmirlər. Niyə? Çünki yetişdirib. Sən onu öldürsən, yetişdirdiyi çıxacaq üzə. Yetişdirdiyi üzə çıxacaq. Yetişdirən adam çıxartmaq lazımdır. Biz özümüz çıxartmalıyıq üzə. Başa düşüb qanmalıyıq ki, bu adam bizim liderimizdir və yetişdirəndir. İnkişaf elətdirəndir, önə çəkəndir, dəstək verəndir. Biz o adama lider deyəcəyik. O adam bizim gəlib prezidentimiz ola bilər. Yoxsa nə biləm mən bir nəfər düşsün ortaya sinəsinə desin ki, hədə gəlin dalımca. Yox, o lider deyil o. Başa düşdünüz? O palavradır, o lider deyil o. O kimisə maşasıdır. Maşa bizə lazım deyil. Məsələn, İlham Əliyevi dəstəkləmək deyil. Dəstəyin özü boş deyil. Dəstəklə də İlham Əliyevi nə olacaq ki? Dəstəklədiniz də, göz qabağındadır ki. Vəziyyət göz qabağındadır. Qarabağ müharibəsində dəstəkləyirdi, cəmaat əl çalırdı. Cəmaata dedilər ki, Qarabağ müharibəsi qutarsın, hər şey əl olacaq, belə olacaq. Oldu mu? Yox. Yox. Dəstəkləmənin nə mənası var ki? Gələ, gecə gündüz oturaq burada İlham Əliyevi tərifləyək, dəstəkləyək. Nə mənası var? Nə mənası var? Bir prezident ki, yetişdirməyək xalqını və xalqından dəstək gözləyək, o prezident deyil o. O prezident deyil o. O maşadır, maşa, kukuladır, kukula. Dəstəkləməyə nə verirlər ki, gecə gündüz oturaq burada İlhamı dəstəkləyək, tərifləyək, el çalaq. Nə olsun? Nə olsun? İlham Əliyev yetişdirmir ki, yaltaq yetişdirir. Hara gedir, yığıb avtobus yaltağı başına aparır orada, özünə el çaldırır. Belə prezident olmaz ki, belə lider olmaz ki. Xalq dediğin liderin içində, nədir? Lider dediğin xalqın içində olar. Prezident dediğin xalqın içində olar. Bu gedir, şəhərə çıxır, bütün şəhərdə heç kəs yoxdur. Heç kəs, ölü şəhərinə çevirir, ölü. Heç kəs. Arvadı ilə bir yerdə harasa gedir, bulvara falan harasa gedir, heç kəs yoxdur, 2 nəfərdir. İlham Əliyev arvadı maksimum qızları olub, ölü şəhərinə çevirilir. Belə lider olur, belə prezident olur. Kimdən qorxur bu? Bu niyə dəstəkləyək ki? Nə üçün? Axı, bu xalqın içində yoxdur. Axı, niyə yoxdur? Çünki yetişdirməyib. Bəyək dedim mən, yetişdirsəydi, o xalqın içində olardı. Yetişdirmədi. Deyir, Moskva birdən qurulmuyor. Təbii ki, birdən qurulmuyor. Yavaş-yavaş olur. Gəlin bir yerdə iş görək, yavaş-yavaş. Hərəkətə keçək. Təşkilatlanaq, gücə çevrilə. Dünya da bizim gücümüzü görsün. Görsün, bu kişi millətidir, bu qriyyətli millətdir. Bu ağıllı millətdir, bu inkişaf eləmək istəyir, bu xilas olmaq istəyir. Gəlin bunu eləyək. Və siz gəlmirsiniz, sonra da oturub Amerikadan İlham Əliyevi gecənin evindən götürməsini istəyirsiniz. Yəni, bəziləri var, belə paylaşırlar. Nə bilim, Rusiyadan, İrandan onu gözləyirsiniz. Laf gəlsin, götürsün, nə olacaq? Sistem yerindədir. Madura getdi, nə oldu ki? Sistem yerindədir. Yerindədir, dəyişən bir şey yoxdur. Nədir? Səddam getdi, nə oldu ki? Sistem yerindədir, dəyişən bir şey yoxdur ki. Həmən sistemdə, həmən zalim sistemdə, həmən nədir, hökumətdə fərqi nədir ki? Nə bilim, bu Əsəd getdi, yenə də həmən sistemdə nə fərqi var ki? Həmən sistem, həmən hakimiyyətdir, dəyişən bir şey yoxdur. Mən deyirəm ki, dəyişək. Biz dəyişmək üçün hərəkətə keçək. Yox, biz oturup gözləyəcək ki, İlham Əliyevi kimsə yerindən götürəcək, uğurlayacaq, döyəcək, öldürəcək. Nə bilim, və yaxud da onu hər hansı bir oyun qurub, yalancı mitinglər falan keçirdib, milləti meydana töküb İlham Əliyevi götürdülər aradan, Məmmədi gətirdilər. Sistem yerində qalandan sonra lazım deyil İlham Əliyevin getməsi. İlham Əliyevin orada qalması yaxşıdır. Vallahi, çünki əziyyət çəkdiyimiz əziyyət boşa gedəcək. Zibildən çıxıb zibilə düşəcək. Bunun bizə nə xeyri var ki? Duruq da İlham Əliyev burada. Niyə biz canımızı verməliyik? Niyə biz qanımızı verməliyik? Misal üçün Bangladeşdə cəmaat töküldü meydana, yadınıza gəlir də. Bangladeşin başında duran vardı o arvad. Adlı yadımdan çıxdı. Çıxdı getdi, nə oldu? Bangladeşdə nə dəyişdi ki? Gene sistem yerindədir. Gene yerindədir sistem.
Sistemi dağıtmaq lazımdır. Quruluşu məhv eləmək lazımdır. Məsələ bu deyil, qardaş. Yəni əziyyəti çəkiriksə, canımızı qoyuruqsa, qanımızı tökürüksə, şəhid olursa, qazi olursa, nəticəsini görməliyik. Biz onun üçün çalışmalıyıq, nəticə üçün. Deyir İlham Əliyevə bildiyi, ay qardaş, bu millət kimin arxasında getsin? Qardaş, millət o adamın arxasında getməlidir ki, özünün yetişdirdiyi olmalıdır. Millətin özü mübarizəyə meyilli deyil. Bu günləri Amerikanın Maduranı gedib oradan yalandan dırnaq arası oyun qurublar, göyə həbs edirlər, hoppanırlar göydən belə götürüb gedirlər, göyə bunu həbs elədilər. Buna bu günləri millət inanır. Buna bu günlərim Azərbaycan xalqı, millət komentariyalara baxıram. Əməlli başda fikir bildirir, danışır, oyunun olduğundan yazır, danışır, paylaşır. Amma buradan bura öz vətənimizdə baş verənlərə nədir, fikir bildirmir. Belə Azərbaycanlı olar. Utanmırsınız siz. Ölüb yerə girmirsiniz. Siz gedib 5000 kilometr, 10.000 kilometr o tarafta baş verənlərə fikir bildirirsiniz. Siyasi düşüncənizi ortaya qoyursunuz. Gözümüzə gələndə deyirsiniz, yox, mamamı tutarlar deyir. Məni tutarlar deyir, arvadı uşağım ac qalar, kim baxar? Fikrimizi attıra biləm mən? Belə yanaşan bir vətəndaş necə xilas olacaq ki? Anlamadım, yəni. Belə yanaşan bir vətəndaş, bir Azərbaycanlı necə xilas olacaq ki? Bu fasonda, bu ağılla. Salam yazan dostlara salam olsun dostlar. Bəyənin, paylaşın. Özümüz mübarizəyə qoşulmalıyıq. Əli Kərimliyə deyir, xalq inanırdı. Əli Kərimliyə siz nə vaxta kimi inan var idi? Açıq deyim də. Bu 2019'da miting oldu. Hamımız dəstək verdik. 40 min 50 minə yaxın adam çıxdı. Ona qədər Əli Kərimliyə inanırdı cəmaat. Mən də şəxsən Rafael Piriyev inanmışam. And olsun Allah, danmıram ki. İnanmışam. Ondan sonra başa düşdüm ki, bu adam bu dəlidir, bu xəstədir, bu başı satmır. Bu millətə elə salır bu adam. 50 min adam meydana tökünən. Gedin evə sabah miting eləyəcək kənə. Cəmaat istifa deyir, azadlıq deyir, istifa deyir. Əli Kərimli, Tofiq Yaqublu mikrofonu alıb əlinə ki, yalana son, talana son, get nədir? Cəmaat deyir ki, prezident aparatına doğru. Əli Kərimli, Gültəkin, Tofiq Yaqublu tribunada çığırırdı, əlinə mikrofonu, cəmaatın fikrini yayındırırdılar. Cəmaat istifa deyir, azadlıq deyir, qışqırırlar. And olsunlarla, gedin baxın, mitinglər hamısı şeydədir, internet görəsiniz. 5-6 il bundan qabaq. Millət tökülüb meydana 50 minə yaxın insan. Azadlıq çığırır, istifa çığırır, yürüyəkdir prezident aparatının qarşısına. Aldırar əllərinə mikrofonu, xalqın, cəmaatın beynini yönətdirər başqa şeyə. Yalana son, talana son, yalana son, talana son. Bitti bundan da. Bundan da bitti. İnam, güvən, hamısı itdi, bitti. Ona qədər inanırdı, bəli, mən də inanırdım. Sonra nə bilim başladılar miting eləyəcək, yox bu gün olmaz, sabah bir deyirlər. Sabah da getdilər miting icazə istəməyə, o da vermədilər də, bundan sonra da bitdi də. Belə müxalifət olar, qardaş. Sən gözəl bir müxalifət dediyin dostlar, fürsətdən istifadə eləyənə deyirlər. Müxalifət dediyin hadisə törədənə deyirlər. Bax gör Azərbaycanda hadisə törədəcək müxalifət var. 50 min insan yığışsın sənin başına, sən hadisə törətmə. Sən fürsətdən istifadə eləmə. Belə bir müxalifət dünya nizarasında yoxdur. Buna müxalifət demərəm ki mən. Vallahi. Buna oyunçu, yalancı, fırıldaq, ikiyüzü deyərəm mən. Buna birbaşa bu rejimə xidmət edən deyərəm mən. Oturun başınızı işlədin də. Görün bizi necə anlatdılar. Deyir Rafael, xalq da xalq deyil. Xalq da xalq deyil, yetişdirin də. Müxalifət nə üçün? Yetişdirsinlər də. Yetişdirəydilər də. Cəmaatın aktiv vaxtında cəmaatı darmadağın elədilər. Yetişdirəydiniz də. Yetişdirəydiniz, hər yerdə şəbəkələrinizi qurardınız. Qurduğu şəbəkələri göz qabağındadır da xaricdə. İndi mən hər veriliş asanda söz açılır bunu deyirəm. Deyəcəklər elə müxalifətə qarşı. Qardaş demək məcburiyyətindəyim mən.
Demək məcburiyyət nəmi? Bunlar bizim gül kimi ömrümüzü uğradılar, verdilər İlham Əliyevə. Birbaşa və ya dolayısı yolunu uğradılar, verdilər onlara. Hər dəfə seçki olanda boykot. Niyə boykot olmalıdır ki? Seçki bu millətin ləyaqət məsələsidir, namus məsələsidir, gələcək məsələsidir. Sən cəmaata deyəcək ki, ay millət, gələcəyinə sahib çıxma, otur evdə. Biz demokratik seçkilər istəyirik. Kim gətirəcək? İlham Əliyev gətirəcək. Kim? Onu gətirən sənsən. Dostlar, qardaşlar, seçkinin müxalifət özü hazırlamalıdır, özü yetişdirməlidir. Gözləməməlidir ki, rəqib ona imkan versin ki, ala sən seçkiyə ged. Belə bir şey yoxdur, ay dostlar, ay qardaşlar. Seçkiyə müxalifət hazırlayır xalqı. Müxalibətin başında duran adamlar hazırlayır. Çıxıb ekranda günlərlə bizə şeydən danışır. Ukraynaya, nə bilim, Almaniya silah verdi, Fransa pul verdi. Elə bil hərbi mütəxəssisdir bu. Elə bil bunlar Ukraynanın müxalifətidir. Belə müxalifət olmaz, qardaşım. Mən belə şeyləri görürəm, əsəbləşirəm, dəli oluram. Bunlar kimdir belə? Bunlar doğrudan da bizi xilas eləmək üçün varlar. Mən belə həqiqətləri deyirəm, başlayırlar mənə 100 dənə ad qoymağa. Orasını verir, burasını verir, maması verir, hakimiyyətə işləyir, nə bilim, İrana işləyir, Turana işləyir. Hə, qardaş, həqiqəti deyirəm, ora-bura işləmək nədir? Həqiqəti razılaşmırsan sən. Sən də xilas olmaq istəyirsən, mən də. Mən deyirəm ki, bizim xilasımızın qarşısına keçən bu oyunlardır. Gəlin bu oyunları çözək. Nə çatışmırsa onu düzəldək. Sən buna görə mənə qarşı niyə çıxırsan? Anlamadım mən. Heç nə, başladılar alçaqlıq elədilər, əleyhimə şəhər, böhtan, alçaqlıq elədilər. Mən də başladım bunlara qarşı əsəbləşdim, təhqir elədim, faktları, subutları qoydum ortaya. İndi də deyirsən, deyir, yox, məni söyübdür, deyir, mən deyir, onlarla bir yerə gələnmərəm, deyir. Söyüşə səbəbsizsiz də, söyüşə səbəbsizsiz də, siz elədiniz də bunu. Mən səhvi niyə danışıram? Düzəltmək üçün. Nə olar ki, mən Əli-Kərini də müdafiə edirəm, Qəniməti də müdafiə edirəm, Gültəkini də, Cəmilə Sənini də, nə bilim, ona digər müxalifət sədrini də. Mən müdafiə elədiyim, dəstəklədiyim hansısa partiya sədri, hansısa müxalifətçi jurnalist haqqında kimsə nəsə deyirsə, mən onunla bir yerdə duracağım, mən Rafael Piriyev. Mən onunla. Bax, o vaxtda o Əli Oğuz var, ha. Onunla bir yerdə olurlar. Haqqında kimlə danışırsa, dedim, qardaş, bir dəqiqə dayan. Efirimiz var, canlı efirimiz var. Gəl çıxaq efirə, mən səninlə bir yerdə Əli Oğuza qarşı çıxacağım. Sən demirsən, o belədir. Gəlcinlə qarşı çıxaq. Sənə dəstək verim, gəlmirdilər. Özüm tələb edirdim, gəlmirdilər. Mən belə insan olmuşam, dostlar, mən qətiyyətliyəm. Mənim əqidə yoldaşım haqqında kim nə deyir desin, mən o deyənin yanındayım. Gəl görün bura, qardaş. Xoş gəlmişsən, səfa gəlmişsən, gəl görün bura. Gəl izah elə, bəlkə mən bilmirəm. Amma mən əqidə yoldaşım, mən onu müdafiə edirəm. Kimsə onun haqqında danışır, mən durum ona qarşı, yox, belə bir şey yoxdur. Həqiqət belə bərpa ola bilməz ki. Həqiqət belə bərpa ola bilməz, dostlar, qardaşlar. Mən sənin əqidə yoldaşlarımsa bir yerdə gediriksə, mənim haqqında kimlə danışırsa, ged onun yanına, mənim yanıma yox. Onun yanına getginəm. Ged onun yanına, onun yanında dur ginəm, mənə qarşı. Məni tanımaqsa ged onun yanına. Dur onun yanında, düzə-düzə əri-əri. Sən o zaman məni tanıyassan sən. Sən məni durmadan dəstəkləməklə tanıya bilmərsən sən. Başa düşdünüz? Sən o zaman həqiqəti bərpa eləyəsən. O zaman əqidə yoldaşını daha da yaxşı tanıyassan. O zaman əqidə yoldaşının səhv olduğunu biləsən. Düzəlməsi üçün əlindən gələni eləyəsən onun. Sən o zaman əqidə yoldaşını düzəldə biləsən. Yox, sən durmadan, bu mənim əqidə yoldaşımdır, bu bunu eləyə bilməz, bu bunu eləyə bilər, qardaş eləyə bilər, insandır, səhv eləyə bilər. İnsan da eləyə bilər, dur onun yanında, mənim yox, dur onun yanında, mənə qarşı danışın. Mən də çağırın, danışın. Səhvimizi düzəldin mənim səhvimi. Mübarizə belə olur, qətiyyət belə olur, həqiqət belə olur. Təşkilatlanmanın qarşısını alan səhvlər var, bu səhvləri ortadan qaldırmaq üçün belə hərəkət eləməliyik, belə addım atmalıyıq. Və bu yoxdur ki, yoxdur. Aparılan mübarizə istəyə görədir. İstəyə görədir, ağla məntiqə görə yox. Rafael Piriyev, sən dünən çıxmısan, ortaya sən daldan verirsən, Bərdədə deyir. Sən kimsən Əli-Kərimlə bağlı danışırsan? Sən nə bilim, Türkiyədə 20 TL-yə verir, sən kimsən nə deyir, filan nə bilim, Qurbanla bağlı danışsan, Məmmədlə bağlı, niyə qardaş?
Niye mənə şər atırsan? Niye qoymursan, imkan vermirsən düzünü danışım? Məqsədin nədir qardaş? Məsələ budur dostlar. Ona görə birləşə bilmirik. Çünki bizim apardığımız, bu ortalıqdakıların bir çoxunun apardığı mübarizə istəyə uyğundur. İstəyə, məntiqə yox. İstəyə. Ona görə də biz xilas ola bilmirik. Vallahi billahi ona görə də təşkilatlana bilmirik. Qarşımızı kəsən nədir? Səhvlər, yalancı təriflər. Biri çıxır, yaşasın Qurban Məmmədov, tərtəraşdır. Urre, nə bilim 30 ildir Əli Kərimli müxalifət ona istət deyə bilmər. Yaşasın Əli Kərimli, Əli bəy, Əli bəy. Səhvdən danışan yoxdur. Səhvdən danışan yoxdur ki, düzə yol açılsın. Həqiqətə doğru gedə bilər. Yoxdur. Yoxdur. Tərif siyasəti. Tərif siyasəti. Nə bilim, Cəmilə səndən danışma ki, o kitab yazır, bütün dünya onun kitabına heyran qalıbdır. Heç qozuna dalan yoxdur onun kitabına. Burada gedib bir almana desən onun kitabını, deyəcək Cəmil kim, nə kitab? Heç tanımır. Tənqid elə bilmir. Tənqid edəcəksən, deyirsən, dayan, nə danışsan sən? O kitab yazır, biz ziyalı deyib, belə oğlan deyir Cəmil, nə danışsan? Bir dayan da bu səhvini deyək də. Cəmil səhv elə bilməz. Əli Kərim səhv elə bilməz, Rafael səhv elə bilməz. Bunu deyək də. Səhv niyə deyilir? Yol açasın. Düzə doğru, düzə nədir? Həqiqətə doğru gedən istiqaməti almaq üçün səhvi deməlisən ki, düzəlsin. Sən mən səhvimi deməsən, mən imkan verməyəcəm axı səni təşkilatlanmağa. İnsan onda səhv eləyə bilərəm. Sən denə ki, özümü düzəldim, o düz istiqamətdə gedə bilək. Təşkilatlana bilək. Önümüz açılsın. Demirlər. Demir. Başa düşdünüz? Adam efir açıb oturub gecə gündüz İsrailin təbliğatını aparır. Gecə gündüz İsrailə yaltaqlıq eləyir. Ay sən dəlisən, xəstəsən, sənin ağıldırman var, belə sən nəsən sən? Belə mübarizə olur. Hə? Heç bir baxın görün bir dənə İsrailli bizə yaltaqlıq eləyir. Heç bir baxın görün gecə gündüz İngiltərə bizim dalımızdadır. Krallıq ailəsi məni hakimiyyətə gətirəcək. Özünə bloger deyir. Hə bir bax gör İngilisin biri gəlib sənin yanında durub sənə yaltaqlıq eləyir. Bir baxın görün onlar bizə yaltaqlıq eləyir. Siz niyə yaltaqlıq eləyirsiniz? Siz kimlə öyrənmişsiniz? Hani bə müstəqil idiniz? Hani bə düz adam idiniz? Siz niyə yaltaqlıq eləyirsiniz? Hə? Və yoxdur nə bilim o birisi olsun. Durub Rusa yaltaqlıq eləyir. Bir dənə Rus bizi tərifləmir. Yanımızda yoxdur. Yəni yaltaqlıq eləmir. Görə bilmirəm. Ancaq bunlar yaltaqlıq eləyir. Hə? Mən deyirəm o belə. Yaltaqlığı yığışdır. Xilas olmaq istəyirsənsə yaltaqlığa son qoy. Son qoy, son. Bitir bu yaltaqlığı. Müstəqil ol tam. Hə, ola bilər. İngilisi, İsraili, İranı, Rusu maraqlarına xidmət eləyər, eləməz. O ayrı bir şeydir. Bunun haqqında danışarsan, tənqid eləyərsən, tərifləyərsən, bu ayrı bir şeydir. Təbliğat nədir? Təbliğat nədir? Sən kimə xidmət eləyirsən? Təbliğat nədir? Hə? Məsələ bu deyil, əziz dostlar, əziz qardaşlar. Bəzən deyirsiniz, Rafael tək qalmışam. Buna görə tək qalmışam da bə. Mən adamları çağırırım ki, yaltaq olma, tula olma, it kimi quyruq bulama. Gəl müstəqil ol, xalqa müstəqil olmaqla nümunə ola bilərsən sən. Götə girməklə, İsrailə yaltaqlıq eləməklə, nə bilim, İngilisə yaltaqlıq eləməklə, Rusa, İrana yaltaqlıq eləməklə bu millətə nümunə ola bilmərsən. Qəşək-qəşək danışa bilərsən. Başa düşdün, amma nəticə verməyəcək. Nəticənin verməni istəyəcəksə dürüst olasan, bir izdə olasan sən. Bitti. Sən İsraili müdafiə edirsən, İranı düşmən göstərirsən. İranı müdafiə edirsən, İsraili düşmən göstərirsən. Nə bilim, Rusu müdafiə edirsən, İranı düşmən göstərirsən. İranı müdafiə edirsən, Rusu düşmən göstərirsən. Qardaş, sən bütün bölgəli, qonşu ölkələr bizə düşmən göstərsən, sonra da deyirsən, gəl təşkilatlara xilas olaq. Necə xilas olacaq? Sən hamını düşmən göstərdin bu xalqa. Sonra da biz təşkilatları İlham Əliyevə qarşı necə savaşaq, necə xilas olaq bundan, necə buna qarşı nədir, mübarizə aparaq, necə? Axı sən bütün qonşu ölkələri bizə düşmən göstərdin. Onlar da bundan istifadə edib bizə imkan verməyəcəklər ki, biz Əliyev rejimini devirək. Başlayacaqlar bizə saldırmağa. İndi güya siz siyasət aparırsınız, hə? Güya siz müstəqil adamsınız, baş ağıllı adamsınız güya. Rafael Priyev bunları deyəndə olur daldan verən. Məsələ budur. Məsələ budur, əzizlərim. Mən deyim ki, düşmənçilik siyasətinə son qoyaq. Özümüz, xalq, sən, mən müstəqil olaq. Burada nə var ki? Müstəqil olaq.
Tənkə nə deyirəm? Tənqid eləyərsən, tərk eləyərsən, İsraili, İranı, Rusu. Bu ayrı bir şeydir. Mən də deyirəm arada. Görürsünüz? İranı da, Rusu da, nə bilim, İsraili də deyirəm, tənqid eləyirəm. Tərblədiyim də olubdu. Amma bunun təbliğatını aparmaq nə deməkdir? Yəni nə maraq daşıyır? Niyə bunu edirsiniz ki? Nədən hər gün biriniz İsrailin yanında durub İranı düşmən göstərirsiniz, biriniz İranın yanında durub İsraili düşmən göstərirsiniz. Bununla biz nə qazanırıq ki? Güya biz dost qazanırıq onlar özümüzə. Hə? O da yığışdırın da bu düşmənçiliyinizi. Sonra da deyirlər, gəlin müstəqil olaq, təşkilatlanaq, bir yerə yığılaq, Əliyev rejimindən xilas olaq. Qardaş, necə xilas olacaq? İranı düşmən göstərdin, İsraili düşmən göstərdin, Rusu düşmən göstərdin. Bu düşmənlər bizə imkan verəcək meydana tökülüb Əliyev rejimini devirməyə. İmkan verəcək. Hamını düşmən elədiniz bizə. Yığışdırın bu siyasəti. And olsun Allah, son qoyun bu siyasətə. Valla. Xilas olmaq istəyirsə son qoyun bu siyasətə. Bax, mən bunu dediyim üçün bunlar mənə qarşı alçaqlıq elədilər. Əllərindən gələn cındırlıq elədilər. Eləsinlər. Aləmlərin Rəbbi olan əziz Allahım mənləndir. Eləsinlər, qoy eləsinlər. Neynək? İmkan vermirlər, bilmirəm. Həm də şikayət elləri, bax, baxış sani. Bax, diqqət edin, bayaqdandan danışıram. Burada görürəm mən, bəlkə sizə başqa cür göstərir. Nədir, nə oyundur belə, nə parmaq eləyirlər. Bax, indi bu dəqiqə 30 dəqiqə göstərirdi verilişi. 30 dəqiqə. İndi düşdü oldu 8 dəqiqə. Nə tər olur mən bilmirəm. Yəni verilişin vaxtı bayaqların bundan öncə. 2 dəqiqə öncə, 1 dəqiqə öncə. 30 dəqiqədən artıq göstərir. İndi 8 dəqiqə oldu. Nə tər olur mən bilmirəm. Nə varlar, neyinlər bilmirəm. Hə, burada dostumuz yazır ki, siz xaricdə birləşə bilmirsiniz, milləti birliyə çağırırsınız. Birləşə bilmərik də dostlar, qardaşlar. Mən müstəqil olmağa çağırırım. Bunlar deyirlər, yox. Biz mütləq it kimi quyruq bulamalıyıq. İt kimi. Biri deyir ki, Rusa tulalıq eləyər, biri deyir ki, İsrailə tulalıq eləyər, biri deyir ki, krallıq ailəsinə, biri deyir ki, Qərbə, biri deyir ki, Amerikaya, biri deyir ki, İrana. Ha, eləmirəm də. Ha da eləmirəm də, qardaş, sən də eləmə. Xalqın birləşməyini istəsə, eləməyin bunu. Dəfələrlə bu təklifi eləmişəm. Heç biri də qəbul eləmir. Deyir, yox, deyir, sən ağılsızsan, sənin savadın zadın yoxdur, sən bilmirsən işinə. Sən siyasətdən zaten qanmırsan. Sən deməcə, biz gedib, hansısa xarici güclərin dalına girəndə olurmuşum siyasətçi, ağıllı. Məntiqə bir baxın. Ona görə birləşə bilmirik də, qardaş. Mən dəfələrlə, illərlə də deyirəm ki, eləməyin, etməyin, oyun oynamayın, bu milləti düşmənçiliyə çağırmayın. Azərbaycan elə bir yerdir ki, elə bir bölgədədir ki, qonşu ölkələrimiz böyük dövlətlərdir, böyük ölkələrdir. Birini dəstəkləyib, o birisini düşmən edirsiniz, o birisini dəstəkləyib, bu birisini düşmən edirsiniz. Sonra da deyirsiniz, gəlin birləşik ölkənin daxilində çıxaq tökülək meydana İlham Əliyevi devirək. Və sənin düşmən elan elədiyin o ölkələr necə imkan verəcək? Necə? Sənin güclənməyinə, inkişaf eləməyinə necə imkan verəcək? Bunu mən deyirəm, həqiqətləri deyirəm, deyir, yox, sən deyir, söyüş, sən axmaq adamsan, sən deyir, səy adamsan, sən deyir. Sənin savadın yoxdur, sən heç də bilmirsən. Məsələ budur, ona görə biz birləşə bilmirik. Ona görə. Səbəb budur, dostlar, səbəb budur. Dostlar, neysə, sağollaşaq, mən bağlayıram efir, imkan vermirlər. Deyir, boş-boş danışırsan, ola bilər, qoy boş-boş danışım, nə olar ki, heç də olmaz. Qoy, onlar, mən boş-boş danışıram, mən, nə bilim, pis danışıram, xoşa gəlmir, qəbullanan da ölür, yox. Gedin, o, nə bilim, yaltaqlarınız, o dala girənləriniz, biri İranın qucağında oturub, biri Turanın qucağında oturub, biri, nə bilim, İngilisin, biri İsrailin, biri Amerikan, girsin, bu, gedin oğullar, o da siz, nə bilirsiniz, eləyin. Allah zülm eləyir zalimlərin əlinə, zalıma gözüb Allah bizə kömək eləmir. Niyə? Çünki Allahımızdan üz döndərmişik. Mən deyirəm ki, gəlin biz xalqın gücündən öncə Allahın gücünü alaq arxamıza. Allahdan güc alaq. Qudrətli olan aləmlərin Rəbbi olan əziz Allahdan güc alaq. İkinci də xalqımızı təşkilatlandıraq, xalqımızdan güc alaq. Siz deyirsiniz ki, yox, deyir, elə olmaz deyir. Biz mütləq dala girməliyik. Dəməyə girməliyik. İlham Əliyev nətər ki, gedir Amerikan dalına girib, biz də girməliyik. Yəni, İlham Əliyevə oxşamalıyıq biz. Məsələ budur. Yəni, olsun, nə? Yəni, siz belə istəyirsiniz, yəni siz yaltaq olmağa, götə girməyə layiq bir cəmiyyətsiniz, olsun, yaşayın elə də, yaşayın, qoy davam eləyin. Məndən bu qədər, dostlar. Allah amanda qalın, özünüzdən müğayət olun, mənim fikrim bu qədər, məndən demək bu qədər, yəni mən
Gene də deyirəm, mən hər zaman haqqın tərəfində olmuşam, doğruların tərəfində olmuşam. Düzü demişəm, mən düzə çağırmışam, müstəqil olmağa çağırmışam. Özdə tam müstəqil ha, yarım müstəqil yox, tam müstəqil olmağa çağırmışam. Onun bunun dəməyinə girən adam müstəqil ola bilməz bizə. Belə yarı yarımçıq oyun oynayan belə adamlar bizə müstəqildən danışmasın. Elə müstəqillik olmur. Müstəqil adam müstəqil olur. Kişi olur, ləyaqətli olur. Başa düşdünüzmü? Həqiqətin təbliğatını aparır. Kimlərisə qucağında oturub onun təbliğatını aparmır. Müstəqil adam belə olur. Mən bu müstəqilliyə çağırmışam. Yox, qoy mənə nə deyirlər desinlər, desinlər canları sağ olsun. Mən aləmlərin Rəbbi olan əziz Allahla. Əziz Allah. Keçdiniz onsuz da xalq təşkilatlarına, məcbur təşkilatlanasınız, məcbur mübarizəyə qarşısınız. Zülüm baş alıb getdikcə, zülüm çoxaldıqca nifrət də çoxalacaq. Nifrət çoxaldıqca məcbur təşkilatlanmaya meyilli olasınız. Çünki xaosun bizə xeyri yox. Nə bilim, aranın qarışmasının bizə xeyri yox. Başa düşdünüz? Yəni, bunların bizə heç bir xeyri yoxdur. Bundan ancaq yararlanan xarici güclər olacaq. Bunun bizə heç bir xeyri yoxdur, adiyyəti yoxdur. Mən hər zaman təşkilatlanmaya çağırmışam, bir olmağa çağırmışam. Hətta mən zamanında təşkilatlanmaya durmadan çağıranda mənə çıxırdı özünə blogerdən, nədir, Qabili, oradan Əloğuzu, digəri lağ eləyirdilər efirdən. Lağ eləyirlər. Buna bax, savadsızdır, söyüşdür, heç bilmir təşkilatlanma nədir, düşüb təşkilatlanma olsun. Canları sağ olsun. Canları sağ olsun. Amma bu günlərim özləri deyirlər. Bu günlərim özləri deyirlər. Çox maraqlıdır. Dünən təşkilatlanma deyən Rafael Priver lağ eləyən adamlar bu günəm təşkilatlanma deyir. Çox maraqlıdır. Vaxtında mən deyəndə niyə qəbul eləmirdiniz ki? Pis söz deyirdim. Pis söz deyirdim. Sərf eləmirdim. Allah amandı qalın. Özünüzdən müğayət olun. Allah sizləri qorusun. Mən genə də deyirəm, bir yerə baltanı gəlin daş yaxılaq.